Qərbi Azərbaycanlıların real həyat hekayələrinin məcmusi son tarixi mənbələrə təbliğata qarşı Azərbaycan Respublikasının Gənclər Fondu 2026-cı il. Müsahib İskəndərov Müşfiq Bəndalıoğlu. Salam Müşfiq bəy, necəsiniz? Salam. Müşfiq bəy, bir balaca özünüz barədə qısa bir məlumat verərdi, sizi tanıyardıq, zəhmət olmasa. Mən İskəndərov Müşfiq Bəndalıoğlu 1969-cu ildə anadan olmuşam Dərə kəndində. Hansı rayon? Basar Keçər rayonunun Dərə kəndində anadan olmuşam. Və birinci sinifə 1976-cı ildə getmişəm. 8 illik orta məktəbi bitirəndən sonra texniki peşə məktəbinə getmişəm rayona, 65 nömrəli texniki peşə məktəbinə. Çox gözəl. Oranı bitirəndən sonra 87-ci ildə əskər getmişəm. Demək Müşfiq bəy, mən bugün elə bir ocağa gəlmişəm ki, Basar Keçər rayonunun Dərə kəndində İskəndərov Qabil Rəhimoğlu 1-ci Qarabağ müharibəsinin də itkin düşmüşdü. İllərlə onu təbii ki, gölünü gözlədik. Çox təəssüf olsun ki, şəhid xəbərini eşitdik. Allah rəhmət eləsin, 1-ci Qarabağ və 2-ci Qarabağ müharibəsində ümumiyyətlə şəhid olan şəhidlərimizə Allah rəhmət eləsin. Müşfiq bəy, dediniz ki, siz Basar Keçər rayonunun Dərə kəndində anadan olmuşsunuz. 76-cı ildə 1-ci sinifə getmişsiniz. Uşaqlıq xatirələrinizdən nə danışa bilərsiniz? Uşaqlıq xatirələrimizdə belə qalıb ki, yay aylarında atamıza, anamıza kömək edirdik. Quzuya getməyə, mala getməyə, qoyuna, belə tütünə kömək edirdik və s. Məktəbdə fakulteti məşğələləri zad olurdu mu? İştirak edirdinizmi? İştirak edirdik. Həmid müəllim bizə musiqidən dərsdən sonra məşğələ keçirdi. Bir neçə il keçdilər. Sonra böyüdükcə onu keçmədik. Keçmədi. Ailəniz nə işlə məşğul idi, atanız, ananız? Atam elektrik idi, elektrik monteur idi. Öz kəndimizdə də işləyirdi. Sədənəxaşda da işləyirdi. Orada gedib gəlirdi. Anam isə tütüncüydü. Kolxozçuydu. Kolxozda tütün əkirdilər. Onu yığıb təhvil verirdilər. Ailədə neçə uşağıydınız? Ailədə 7 uşaq idi. Bir də atam, anam. Ən böyük qardaşım, 4 qardaş idi, 3 bacı. Özün ümumiyyətlə bir şey demişlər. Kənddəki o xatirələrə qayıtsaz, sizin üçün ən əziz xatirə nədir? Ən əziz xatirə, uşaqlıq xatirələri, hamısı xatirə kimi qalır. Sizə bir sual verim. Siz Qərbi Azərbaycandan bu hadisələrin başlanmasında siz Göyçədəydiniz, yoxsa kəndinizdəydiniz, yoxsa hərbi xidmətdəydiniz? Mən 87-də hərbi xidmətə getdim Rusiyaya. Oradan 88-in noyabrında Obskiyə gəlmişdim. 88-in onda ermənilər kəndlərə, rayonun kəndlərinə hücum edirdilər. Mən Obskam 27-si qutardı. 27-si mən oradan biz çıxdıq. Məni qaqam yola saldı. 88-in, mən gələndən sonra da 88-in axırları dekabr ayında cəmaat üzrə köçmüşdü. Sizin orada yadınızdadır mı? O deportasiyanızın başlanması səbəbi xatirinizdə deyil. Nə səbəbə başladı elə bir deportasiya? Birdən-birə siz öz kəndinizi, elinizi, obanınızı tərk eləmək məcburiyyətinə qaldınız. Ermənilər o vaxtlar 87-nin axırları hissəsində yavaş-yavaş deyirlər ki, Qarabağ imza atın ki, Qarabağ bizimdir. Biz oradakı cəmaat da
Qarabağı imza atmadı. Aha. Ha, ona göre de oradaki Azerbaycanlıları başladılar sıkıştırmaya, Aha. çıkartmaya. Her gece rayonun etrafı kentlerini tayaları yandırdılar. Aha. Bazı insanlar rayona giden Azerbaycanlıları bu şeyləyirlər, vururdular hemen belə. Siz dediniz ki siz Fezo'da oxumusunuz da, peşə məktəbində oxumusunuz. O peşə məktəbində oxuyanda siz Basarkeçər rayonunda mı oxumusunuz peşə məktəbi? Rayonda 65 nömrəli texniki peşə məktəbində. Orada siz olanda Birbaşa rayondakı sizin kəndlə, ermənilərlə qonşuluq əlaqəniz yox idi mən biləndə. Yox, bizim rayonda elə bir ki, rayonun ətraf kəndlərində ermənilərlə qonşular olanlar var idi, ancaq o birisi kəndlərdə erməni yaşamırdı. Bizim kəndlərdə yox idi. Və siz o Fezoda oxuyanda sizə necə münasibət bəsləyirlər? Heç dava, söhbət olurdu mu? O vaxt yaxşı idi, sonra başladılar bu ermənilər eləməyə, cəmaatı sıxışdırıb çıxartmağa. Sizin özünüz rastlaşırdınızmı? Sizə təkrarnamə söz desinlər, sizə qarşı hər hansı bir kobudluq eləsinlər. Belə şeylə rastlaşmışdınızmı? Bir dəfə 1 may günü biz ailə ön almağa gedəndə onda eləmişdik. Ermənilər bizə həmişə davaya düşdük, türk deyirdilər. Qocaları da, cavanları da. Onu pis mənada deyirdilər, yaxşı mənada. Yəni türksəniz, siz çıxın gedin də. Onu deyəndə deyirdilər, yəni ki, siz yerli cəmaət deyilsiniz, bura gəlməsiniz. Belə sözlər deyirdilərmi? Yox, onları demirdilər. Ancaq türk deyini dalaşırdılar da. Başqa ümumiyyətlə sizin kökünüzdə, nəslinizdə, ailənizdə keçmiş erməni-müsəlman davalarından nəsə danışıblarmı? Xatirinizdə nəsə qalıbmı? Onları xatırlamıram. Yəni danışmayıblar da? Danışıblar, ancaq yadımda qalmıyor. Yəni sizin yadınızda qalmıyor. Bəs ailəniz necə çıxdı oradan? Nə təri çıxdılar? Biz gələndən sonra iki qardaş, bir bacı gəldik, bir də qağam. Qağam sonra qayıdıb ora, anamgil qalmışdı orada. Bu şəhid olan qardaşım da qalmışdı orada. Qabil. Qabil. Onlar sonra Qabil piyada gəlib dağına. Can. Anamgil maşınla gəlib. Veşlərini falan gətirə bilmişlərmi yoxsa? Veşlərini üfləyəndə ermənilər gəlib dağıdıb töküblər belə. Mən biləm sizin qohumlardan kimisə ermənilər tərəfindən öldürülüb. Siz Qağamın əmsi oğlu Kiravaqanda, Loru Pəmbəkdə orada yaşayırdılar. Onların ad familiyaları yadınızdadır mı? Adları deyə bilərsən? Mehralı İskəndərov. Aha. Mehralı İskəndərov sonraki? Bir də oğlu. Adları nə idi? Yoldaşı. Adı, amma Mehralı əminin. Oğlu, bir də oğlunu. Oğlunu, bir də arvadını ermənilər gülləliyib. Bir də orada başqa uşaqları zadı torbanın içinə doldurub sıvarqalamışdılar o vaxt. Yəni belə vallarla rastlaşmışdınız, eləmi? Və biz, səncə bu hadisələrin başlanma səbəbi haqqında nə deyə bilərsən? Niyə birdən-birə məhz 88-ci ildə belə bir hal var? Əsas onun başlanmağı Qarabağ söhbətinə görə oldu. Nə idi orada, bilmədin? Ermənilər deyildi ki, oradakı Azərbaycanlılar, yaşayan Azərbaycan, 300 min Azərbaycanlılar qol çəksin ki, Qarabağ Ermənistanındır. O da oradakı Azərbaycanlılar qol çəkmədilər. Ki, Azərbaycanın torpağıdır. Göyçət Azərbaycanın torpağıdır. Sovet vaxtında veriblər Ermənistana. Başqa nə deyə bilərsiniz o barədə? Ermənilərin insanlara qarşı törətdiyi bu. Bax, indi sizin öz yaxın qohumlarınızdan
təcavüzə məruz qalıb, ailə ölüb, bir ailənin demək olar ki, yox olması deməkdir. Ermənilərin öz o dinc əhalilər çoxsu heç nə demirdilər. Ancaq o yetişdirmiş terrorçular gətirmişlər. Onlar bilmirdi hansı partiyanın üzvü idilər, kimlər idi. Yox, onlar Eşitməmişdiniz o barədə. rayonda var idi, saqqallılar var idi. Onlar bilmirdi hansı daşnaq üstünmü, Hələ- hansının üzvü idi. Belə bir şey haqqında. Onlar hamısı elə daşnaq üstün olardı. Aha. Onlar həmişə gecələr hücum eləyirdi kəndlərə. Aha. Bizim kəndlərin də altından yolla gedib gedirdi, güllələyirdilər, göyə güllə atardılar bəzi. Sən deyirsən ki, orada bizim kənddə Basakəçəran Dərə kəndində axşamlar kişilər, şeylər qarol çəkirdiniz. Aha. Dəmir yolun qırağında gedib qarol çəkirdilər, 10 nəfər, 10 nəfər. Növbəyini. Bir müddət oldu, ondan sonra qaça-qaç başladı. Hamı oradan dağıldı. Amma oradan çıxdı. Bir dənə sual verim. Göyçəyə qayıtsanız ilk hara gedərsiniz? Basakəçəran Dərə kəndinə qayıtsanız ilk hara gedərsiniz? İlk getdiyimiz yer evimiz olar. Aha. Bir də qəbristanlıq olar. Məktəbimiz olar. Məsəl üçün, həmişə voleybol da oynayırdıq. Məktəbin həyətində meydançamız var idi. Voleybol oynayırdım. Uşaqlıq həyatı idi. Qayıtmaq istəyərdinizmi? İnşallah. 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 Təşəkkür eləyirəm vaxtınızı, zamanınızı ayırdığınıza görə. Bu belə bir məsələdir ki, mən əminəm ki, biz həm qonşu olmuşuq. Sizlə biz demək həm yaşıdıq. Mən də əminəm ki, o yolağımız var idi, oynadığımız o yol, üçdaş oynadığımız, voleybol oynadığımız o yerlərə inşallah qayıdacağıq. İnşallah. Çox sağ olun, təşəkkür eləyirəm vaxtınızı, zamanınızı aldığınıza görə, müsahibə verdiyinizə görə. Çox sağ olun, mən də təşəkkür edirəm sizə. Minnətdaram. Çox sağ olun, var olun. Sağ olun.